Hər vaxtınız xeyir olsun, kanalıma xoş gəldiniz. Bugün sizlər üçün nanəni qurutma üsulunu paylaşacağım. Öncəliklə məni izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Videonu bəyənsəniz kanalıma dəstək olmaq üçün bəyən düyməsini, abunə olmağı və yaxınlarınızla paylaşmağı unutmayın. İndi isə keçək nanənin qurutmasına. Öncəliklə nanələri yığdıqdan sonra yarpaqları qırıb su axarında təmiz olana kimi yuyuruq. Qeyd etmək istəyirəm ki, adi suda və yaxud sirkəli suda nanələri çox saxlasaz, nanələr xarab ola bilər. Yaxşı yuduqdan sonra suyu süzülənə kimi ləyəndə saxlayırıq. Suyu biraz süzüldükdən sonra nanələri təmiz dəsmala sərib otaq temperaturunda qaranlıq yerdə saxlamaq lazımdır. Onda qeyd etmək istəyirəm ki, nanələrə günün şüası dəyməməlidir. Çünki günün şüası dəydikdə nanələr qaralır. Nə qədər qaranlıq yerdə qalsalar, o qədər yaxşıdır. Artıq 2 gün keçib və nanələr çox yaxşı quruyublar. Quruyan nanələri ləyənə yığıram. Əvvəlcə əlimlə nanələri əzirəm və sonra ələkdən narın olması üçün ələkdən keçirirəm. Gördüyünüz kimi nanələri ələkdən keçirtdim. Ələkdə qalan nanələrdən çay dəmləyirəm. Narın olanları isə yeməklərdə istifadə edirəm. Mənim nanə qurutma üsulum bu qədərdir. Əgər videonu bəyənsəniz, like etməyi və abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.